Digər ciddi məsələ isə toylarımızda musiqinin səsidir. Şadlıq evlərinin əksəriyyəti səsi udan akustik materiallarla təchiz olunmayıb. Nəticədə valideynlər, yaşlı insanlar, hətta uşaqlar saatlarla yüksək səsin altında qalır. Musiqi xadimləri də məcbur olub səs artırır, çünki zal akustikası zəifdir. Bu isə qulaq tutulmasına, baş ağrılarına, uzun müddətli eşitmə problemlərinə səbəb olur. Xalqın ən sevincli günü sağlamlıq riski daşıyan mühitə çevrilir. Toy sahibi musiqini eşitmək əvəzinə sadəcə səs-küy eşidir. Musiqi səsi sevinç yaratmalıdır, insanların qulağını sıradan çıxarmamalıdır. Dünyanın bir çox ölkələrində, Türkiyə, Avropa Birliyi ölkələr və Yaponiyada restoranlar üçün xüsusi akustik standartlar var. Musiqinin səs gücü adətən 85-90 dB həddini keçə bilməz. Bu hədd insan qulağı üçün təhlükəsiz hesab edilir. Zalın divarları səsi udan panellərlə, tavan xüsusi akustik örtüqü ilə təmin olunur. Bizdə isə bir çox şadlıq evində bu tələblər yoxdur. Nəticədə musiqinin səsi 110-110 dB həddinə qədər yüksəlir ki, bu da sağlamlıq üçün çox təhlükəlidir. Təklif edirəm ki, şadlıq evlərinin lisenziyalaşdırılmasında və yaxud icazə verilməsində akustik standartlar məcburi olsun. Səs gücü üçün yuxarı limit tətbiq edilsin, akustik panellər və səs izolyasiya dövlət standartının bir hissəsinə çevrilsin. Bununla həm sağlamlıq qorunur, həm musiqi daha keyfiyyətli səslənir, həm də toylarımız mədəniyyət və rahatlıq baxımından dünya səviyyəsinə çatmış olar. Hörmətli həmkarlar, bizim toy mədəniyyətimiz gözəldir, amma onu daha sağlam, daha səmərəli və daha mədəni etmək bizim borcumuzdur. İsrafçılıq azaldılmalı, musiqinin səsi normaya salınmalı, şadlıq evləri beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Təşəkkür edirəm, xanım sədr.